Hamınıza salam, kanalıma yenidən xoş gəlmisiniz. Yeni də çox az qalıb. Mən də bir müddət artıq video yükləmirdim. Çox mənə yazırdınız ki, nəyə görə video gəlmir, video gəlməyini gözləyirik. Biraz başım qarışıq idi sözün açığı. Amma işlərimi həll elədim və yenə də həmişəki kimi davam edəcəyik. Narahat olmayın. Heç vaxt sizi məsləhətlərsiz qoymaram. Çünki ən çox məsləhət videoları istəyirdi. Və bu videonun da mövzusu sizin tərəfinizdən seçilib. Yəni siz demisiniz ki, mənə bu videonu çəkim. Mən də yeni il özəl olduğu üçün ən çox istənilən, ən çox belə deyim, bəyəni alan mövzunu seçdim. Mən də bunu biraz özümküləşdirdim və adını belə qoyuram ki, mən etdim, siz etməyin tipli bir video çəkmişəm. Məktəbdə sizə etməyinizi məsləhət görmədiyim, yəni məktəbdə edib çox peşman olduğum şeylər və kanalıma abunə deyilsinizsə abunə olmağı elə bu dəqiqə unutmayın. Artıq abunə sizə də həmişə kimi bəyənib şərhlərdə fikirlərinizi bildirə bilərsiniz. Deməli başlayaq biz birincisindən. Mən hər zaman nə edirdim? Çox oxuyurdum. Yaxşı oxuyun, özünüz üçün yaxşıdır. Amma bu çox oxuduğumu həm də göstərirdim. Bu mənim başımı çox ağrıtdı. Bu nə deməkdir? Məsələn, mən məsləhətim olar ki, mən bir də məktəbə getmiş olsaydım, yəni heç vaxt bunu eləməzdim. Oxuyardım, amma özüm üçün oxuyardım. Bunu göstərməzdim. Necə deyim, məndən istifadə edilməsinə icazə verməzdim buna görə. Bu nə deməkdir? Bilirsiniz ki, sizdən həmişə səmimi olmuşam və səmimi olacağam da. Yəni başıma gələn şeyləri reallıqla danışıram və çalışıram ki, mən səhvlər eləmişəm, yəni başqaları digərləri sizlər eləməyəsiniz. Yaxşı, bəlkə sizdə elə bir ortam yoxdur. Məndə var idi, deyim. Tanış gəlirsə gəlir, gəlmirsə nə gözəl, nə yaxşı. Mən hər zaman bütün fənlərdə yaxşı oxuyurdum və onu da yəni təsəvvür 11 il mən əlaç olmuşam. 11 il və bütün fənlərdə qiymətim 5 olub. Bunu da hər zaman göstərmişəm. Yəni müəllimlər də bunu biliblər. Yaxşı, bunu necə göstərməyə bilərsən? Reklam keçdi. Daim belə aktiv şagird deyirlər. Bu aktiv şagird mən olmuşam. Əlim hər zaman yəni göydə olub. Mən bütün müəllimlərə bunu aid eləyə bilmərəm. Amma bir neçəsi çoxluğu artıq sizi bir növ elə bir ki, yəni siz aparmalısınız da dərsi. Bax belə görürlər. Şəxsən bizdə elə idi ki, istər şagirdlər arasında, məsələn, oxumaq istəyən yoxdursa, zaten falan məsəl üçün coğrafiya dərsidir. Müəllim deyəcək ki, kimya dərs danışmalıdır. Və uşaqlar rahatdılar ki, Röya var da zaten çıxıb yəni danışacaq, əlini qaldıracaq 100%. Yəni idarə eləyəcək, həll eləyəcək, onluqdur kimi zaten bir şey kimi. Və müəllimlərdə də bu necəsə bilmirəm niyə belə yaranmışdı. Uşaqlar başa düşmürlər. Müəllimlər də sanki rahat yol tapmışdılar. Həmişə yəni gəl danış. Okay, mən əlimi hərdən olur ki, artıq sonuna yaxın o qədər əsəbləşdim ki, əlimi qaldırmırdım öyrənə. Müəllim mənə qayıtdı ki, öyrənmisən dərsi? Dedim ki, bəli. Gəl danış. Bir başqalarından da bəlkə bir soruşaq. Deməyim odur ki, müəllimlər də özlərinə bir rahat elə bir bəzi müəllimlərə aid edirəm. Rahat bir yol tapmışdılar. Artıq zaten dərsi mən aparmalıydım, mən aparacaqdım. Və mən öz adımdan danışıram. Bizdə sinifdə deyək ki, 2 nəfər elə var. Yəni uzağı 3 nəfər həmişə olmurdu, amma əsas bu 3 nəfərdən dərsləri bir ki idarə edirlər. Yəni mən deyirəm, deyirsən bu sinifdə bir dənəsən. Mən sinifkom idim həm də ki digər 2 qız da var idi. Onlar da yəni biri o qədər də aktiv tam deyildi, amma digəri elə mənim kimi idi. Nəsə də uzun söz qısası biz sinfi dərsini biz apardıq. Artıq müəllimlər tərəfindən, uşaqlar tərəfindən belə bir rahatlıq var idi ki, zaten bunlar həll edəcəklər də. Niyə? Özün üçün oxuyuram. Yəni mənim də elə birinci məsləhətim sizə ondan ibarətdir ki, çalışın o belə özünüzü gözə soxmaq belə ifadəsi var. Yəni onu eləməyin. Sonra sizə ziyan gələcək. Sonra bəzən siz yəni deyirsiniz ki, yaxşı da artıq bezdim də, yəni nə qədər başa düşdünüz. Oxu özün üçün oxu, öz gələcəyin üçün oxu, yaxşı balını yığmaq üçün oxu. Yəni özün üçün oxu. Bunu o qədər göstərişli eləməyə çalışma deyə məsləhət görürəm. Məsəl üçün hətta mən bir dənə də nümunə çəkim sizə. Fizika dərsində İSMR keçirir şu alandan sonra. Məsələn, fizika dərsi. Fizika dərsini mən aparırdım. Hətta o dediyim digər 2 nəfər belə yox idi. Yəni digərləri yenə zaten də heç bir şey eləmirdilər. Düşünün, fizika dərsi başladı. Düzdür, mən fizikanı çox sevirdim. Təsəvvür edin ki, fizika dərsi gəldi. Təzə dərs soruşmadan bizdə belə qanun ki, müəllimə yeni dərs başladı. Sonradan həm köhnə dərsi soruşurdu, həm də təzə dərsdən biz orada məsələ işləyirdik. Dərs başladı, təzə dərs keçirildi. Ondan sonra köhnə dərs danışmaq lazımdır. Təbii ki, mən çıxırdım dərs danışırdım. Ondan sonra yeni mövzunun məsələləri. Başda bir 10 dəqiqə falan, 15 dəqiqə belə təzə dərsə vaxt gedirdi də. Düşünün yarım saat, 25 dəqiqə mən ayaq üstə, lövhədə ancaq məsələ işləyirdim. Güya ki, qalan uşaqlar da bunu eləməlilər, dəftərlərinə köçürtməliyirlər. İnanın mənə onu da eləmirdilər. Elə bir ki, mən yəni dərs keçirdim, mən dərs edirdim. Uşaqlar da ki, arxada özləri üçün söhbət edirdilər. Deyə bilərsiniz, hər özü üçün düzdür, amma yəni mən bu məsələləri oturub öz yerimdə işləyə bilərdim. O dərsi hər dəfə danışım. O enerjini belə deyim, öyrənirəm zaten bunu, amma o enerjini özümdə saxlaya bilərdim, özümə istifadə edə bilərdim. Nəinki dərs aparmaq, yəni 45 dəqiqə mənim üstümdə deyildi. Amma çox səhv eləmişəm. Yuxarılı siniflərə qalxdıqca ki, hansı ki görürsüz ki, çatdıra bilmirsiniz və ya da sizə lazım olan fənləri daha çox oxumağa başlayırsınız. Onda siz yəni elə bir ki, sizdən daha çox tələb olunur və siz artıq belə acıq gəlir ki, yəni başa düşmədim, ya başqa adam yoxdur sinifdə. Bu birincisi. Bu haqqda çox danışa bilərəm əslində. İstəsəz podkast kimi bir bölümlərimdə daha çox danışaram, başıma gələn şeylər danışsam belə qəribə olarsınız. İkincisi nədir? Bu sosial işlərdir, aktivlikdir, tədbirlərdir, yarışlarda iştirak etmək istəyirsiniz, iştirak edin, amma bu qədər də dəhşət dərəcədə mən kimi aktiv olmayın deyirəm. Deyəcəksiniz bu qız nə danışır, amma
Mənim başıma belə gəlir. Məktəbdə olan hər bir tədbir, son zəngindən tutmuş, nə bilim, hər bayramda keçirilən tədbirlər, hər müəyyən günlərdə keçirilən tədbirlər, nə də lazımi, yəni təşkilati tədbirlərin hamısında aparıcı mən idim. Şeir müsabiqələri olurdu, şəhərlər üzrə, rayonların, nə üzrə də ayrı-ayrı və məktəbdə nümayəndə göndərmək lazım idi. Məni göndərirdilər. Şeir müsabiqələrindən aldığım, hətta Xətai rayonu üzrə birinciliyim var. Sertifikatları sizə göstərsəm, yəni deyirsiniz ki, axırda biri belə mənə hal-hazırda lazımdırmı? Yox, yəni yox. Olimpiyadaya uşaq göndərmək lazımdır. Sizcə kim? Başlanğıcda mən özüm iştirak etmək istirdim və iştirak edirdim və sevə-sevə iştirak edirdim. Tədbirlərə gedirdim, aparıcılıq edirdim, şeir edirdim, nə deyim. Yəni məktəbdə nəsə bir şey olan kimi zaten gəlib mənə tapırdılar. İndi sonradan artıq hansı ki bu 10-11-ci dövrdə, sinif dövrlərində bilirsiniz, o vaxta qədər həm oxumağı, həm də bu tədbirləri bərabər yürütmək çətin də olsa, yəni mümkün olurdu. Amma artıq sizinlə danışıram. Amma artıq 10 və 11-ci sinifdən sonra ki, məsəl üçün konkret bir hansı qrupa gedəcəksiniz və imtahan var qarşıda, yəni mən bunu öncəlik olaraq bunu götürməliyəm. Ondan sonra artıq o ikisini bərabər çatdırmaq mümkün olmur və mən də təbii ki, mənə lazım olanla idarə etməliyəm ki, istədiyim balı yığım və istədiyim ixtisasda daxil olum və istədiyim universitetə daxil olum. Buna görə təbii olaraq nədənsə siz kəsməlisiniz də, yəni nəyin üstünə qoymaq üçün. Və mən artıq bu yarışlara o qədər demədim bir dəfəlik kəsmək, yəni bu bir dəfəlik kəsmək də fikrim yox idi. Yəni çünki yenə də o aktivlik, içimdə olan sevgisi o hələ də var idi. Onlar özləri öldürdülər amma sonra o qalanda. Yenə də hansısa bir olimpiyada oldu, mənim sınağım mı var idi həmin gün, yoxsa hazırlığımda nəsə yəni mənə uyğun gəlməyən bir cədvələ bir şey var idi və mən getdim onu bildirdim ki, mən iştirak edə bilməyəcəm. Yəni gördüm ki, burada sanki bunlar biraz belə narazı şəkildə yox, iştirak eləməlisən də, yəni niyə? Mənim borcum falandır. Çox biraz aqressiv video ola bilər. Bu arada xəbərdarlıq altdan yazaram. Aqressiv video. Yəni nəysə ki, sən iştirak eləməlisən falan. Mən gördüm ki, bunlar nəsə, yəni mən mütləq getməliyəm. Nəysə artıq sonra dövlət dəfə anamla gəldim. Dedim ki, bəs anam özü gəldi başda danışmağa ki, yəni bunlar çalışdığı qədərilə artıq çatdıra bilmir. Universitetə hazırlaşmaq istəyirdi. Zaten mən universitetə daxil olanda, oxuyub əziyyətlə universitetə daxil olub, gözəl bal yığıb, gözəl ixtisasa daxil olanda siz yenə də məndən zaten öyrənəcəksiniz. Yenə digər bir hansısa bir uşaqla öyrənəcəksiniz. Yəni həmişə belə olub da məktəbin ümumiyyətlə yuxarı bal yığan uşaqları ilə gözəl nəticələr göstərənlər, yəni hər zaman öyrəniblər ki, baxın da bizim məktəbimizin şagirdləri. Yəni sizin məktəbinizin adı da belə deyək. Anam da bildirdi ki, biz istəyirik ki, daha çox yönəlsin istiqamətli təhsilinə. Tədbirlər falan iştirak edəcəm, amma hamısında artıq da, yəni hamısında bütün olimpiyadalarda, bütün bu şeir deməklərdə bilməzlər təbii ki. Ona görə də buna da istəyirik ki, yəni getməsin də. Bu hansısa bir dənə nəsə şeir demək idi, ya bilməm nəsə tədbiri. Belə qayıt deyərsiniz ki, yox, getməlidir. İndi cümləyə baxın. Məktəbin şagirdidir də, məktəbə dəstək olmalıdır. Məktəbin şagirdidir də, bəs onun da borcudur ki, məktəbi təmsil etsin. Bu nə deməkdir? Yox, çox ələ alınmaz. Bəs o nə etməlidir ki, əlbəttə eləməlidir də. Necə yəni bu məktəbin şagirdidir də, məktəbimiz təmsil etməlidir də. Nə yaxşı yəni bu məktəbdə oxuyur da gör. Başqa adam oxumur mu məktəbdə? Yəni bu boyda adamların içərisində başqa adam bu məktəbdə oxumur. Konkret olaraq mən sizə onu demək istəyirəm ki, əgər özünüzü çox normal, nümunəvi şagird olmaq deyirlər, nümunəvi şagird. O nümunəvi şagird sözü mənim fikrimdə ən belə normal olmayan bir ifadədir. Nümunəvi şagird sən öz beynində ol, özün üçün ol, öz valideynlərin üçün ol, öz gələcəyin üçün ol. Çünki nümunəvi şagird olsan, o disiplinlə, o təhsillə gedib gözəl yerlərə çıxacaqsan. Çünki istədiyin balı da yığacaqsan, istədiyin ixtisasa daxil olacaqsan, gələcəyini quracaqsan. Yəni iş falan başa düşdünüz nə demək istəyirəm. Amma nümunəvi şagird siz sadəcə məktəb heyətinin, müəllimlərin, digər şagirdlərin gözündə olmaq istəyirsinizsə, o sizi heç yerə aparıb çıxartmayacaq, əlavə əsəbə aparıb çıxarda bilər. Necə ki, məni çıxarır. Bunları eləyəndən sonra hər dəfə bu insanların beyin hüceyrələri belə bir şəkildə inkişaf edir ki, bu sizin borcunuzdur. Yəni eləməlisən də. Başdan zəhmət olmasa, çox istəyərdik sən iştirak edəsən, səni görürük, səni istəyərik və yaxud da uyğun olarsa deyilən tipli fikirlər, istəklər sonradan borcun da, yəni başa düşmədim, eləməlisən. Niyə yox kimiyə çevrilir? Niyə eləməliyəm? Yəni o boyda sinifdə, o boyda məktəbdə başqa adam yox idi. Çünki sizə rahat gələn mənəm. Artıq hazırlaşmışam, bilirəm necə olur və mən gedib eləməliyəm. Niyə o boyda məktəbi bir dənə mən təmsil etməliyəm, sizə rahatdır deyə. Başqa şagirdlər də onda dedim inkişaf elətdirin, götürün, idarə edin də. Yox sizə rahat olur deyə, yəni təkcə mən eləmək nə dərəcə düzgündür. Bu fikri artıq belə kobud şəkildə və sənin borcun varmış kimi mənə deməyin, artıq bu düzgündür və mən heç bir tədbirdə iştirak eləmədim. Nə olsun, yenə də qırmızı diplomla bitirdim məktəbimi, yenə də qırmızı diplomla bitirdim universitetimi. Mən bunu danışanda qısa bir şey kimi gəlib keçirəm. Bizə yaşatdığı əsəblər, belə deyim, gərginliklər, əlavə narahatçılıq, əlavə qayğı və stres heç kimə lazım deyildi. Nə mənə lazım idi, mənim anama lazım idi. Digərləri kimi də sakit şəkildə, rahat şəkildə dərsimi oxuyub gedə bilərdim. Amma yox, mən hər zaman nümunəvi şagird olmalıydım deyə, yəni nümunəvi şagird olaraq gəlmişdim deyə, artıq hamının gözündə belə qalmışdım. Bu nümunəvi şagirddə hər zaman, hər yerdə ideal olmalıdır. Dərsdə bu idarə eləməli
keçməlidir, əlavə tədbirlər də bu ki keçməlidir deyə. Niyə? Onda nümunəvi şagirdlər əksinə biraz hörmət eləyin, daha da qayğına yanaşın ki, nümunəvi şagirddir, amma əksinə yox, daha da yəni üstünə qoyurlar ki, eləməlisən. Çalışın, yəni belə aktivlik eləmək istəyirsiniz, eləyin, amma özünüzü məhv eləməyin. Onu demək istəyirəm sizə. Nə dərəcədə anlada bilirəm, bilmirəm. Çünki yaşamısınızsa və yaxud da yaşayan insanlar görürsə başa düşərsiniz, amma yaşamamısınızsa biraz sizə fərqi gələ bilər ki, bu nə danışır, başa düşdün, yəni nə danışır. Belə bir şey ola bilməz. Üçüncüsü, tək qalmaqdan qorxmayın. Bu biraz çox az bir dönəmi əhatə edir əslində mənim. Burada biraz anormal dayanıb. Məsələn, kozi bir şey qatmaqsam olsun. Məsəl üçün, hansısa bir qrupun içində olmarsınızsa və yaxud da müəyyən müddət ola bilər, kimsə kimləsə küsür, kimsə kimləsə danışmır. Nə məktəbdə həmişə bir şeylər olur, qruplaşmalar olur falan. Yoxdursa, Allahım, nə gözəl sinif tapmısınız, nə gözəl sevin sinifinizi. O uşaqlarla çox mehriban olub. Amma çoxunda yəni mən eşidirəm mənə yazılarda ən çox mənə yazılan sual, məsləhət istənilən şeylərdən biri odur ki, məktəbdə bununla danışmır, belə qruplaşmalar var, sinif yoldaşlarımızla yola getmirik, çox pis ortamımız var, nə edə bilərik. Nə bilim, bütün sinif münasibətləri, uşaqlar arasında münasibət, şagirdlər arasında münasibətdən çox gəlir. Mən belə anlayıram ki, məndəki kimi çoxunda da belə bir hallar yaşanıb. Sizə bir məsləhətim odur ki, bəzən deyirlər ki, tək qalmamaq üçün hansı qrupa, məsəl üçün də qruplaşmada 3-4 nəfər qız və yaxud da məsəl üçün deyirəm ki, yığılıb, siz tək qalmayasınız da yenə də gedib bu 2-3 nəfərin də arasına olsa özünüzü daxil edirsiniz ki, ev yoxda tək qalmaqdansa, axır hansı qrupun içində olum. Bunu eləməyin. Çünki bu sizin sonunda özünüzə əsəb verəcək və yaxud da sizi sonradan ayda yaş eləməzin dediyiniz bir şey çevirmiş olacaq. Tək qal, amma istənmədiyin və yaxud da səni istəmədikləri və yaxud da sənin istəmədiyin, özünü istəmədiyin insanlarla da yəni bir yerdə olma. Ondansa o daha yaxşı. Zaten əgər müəyyən müddət o qrupu daxil olub, sonradan peşman olacaqsansa, öz alanında belə deyim, takıl, amma sonradan sən də öz ətrafına uyğun insanların yenə nəsə olacaq ki, sən də, yəni tək qalmayacaqsan, onu demək istəyirəm. Amma məcbur tək qalmamağı dərdinə ki, yox, mən tək qalmayım, axır kimləsə bir oturum durum deyə xoşuna gəlməyən və yaxud da sənə yaxşı olmayan insanlarla, eyni fikirdə olmadığı insanlarla oturub durmaq, o daha da sonra gələcəkdəki daha böyük münaqişələrə səbəb olacaq. O insanlarla da konfliktin düşəcək və yaxud onların fikirləri sənin fikirlərin üst düşməyəcək. Yenə də özünü yıpratmış olacaqsan. Tək qalmaqdan heç vaxt qorxma, bunu demək istəyirəm. Tək qalmayacaqsan zaten. Sonradan yenə də sənin ətrafına yığılan insanlar olacaq. Yəni öz ağlında olan insanlar görəcəksən orada. Deyəcəksiniz ki, 11 bir yerdə oxuyuruq. Yox da bu yeni bir təzə sinifə, məktəbə gedənlərə aid ola bilər və yaxud da ki, elə sinif arasında deyirəm də çox belə münaqişəli siniflər olur ki, 2-də gedən bir qruplara bölünürlər. Nə o 3-4 qız bir yerdədir, 4-5 qız bir yerdədir, 5-6 oğlan bir yerdədir. Belə bir qruplaşmalar yaranır. Bu siniflər üçün ideal məsləhətdir, mütləq qulaq asın. Və digər nədir? Çalışın çəkişməyin. Yəni bu rəqabət deyilən bir fayda var. Sağlam rəqabət deyirlər ki, çox yaxşı şeydir, amma mən sizə deyim ki, hə, yaxşıdır, çox yaxşıdır, lap yaxşı. Amma o sağlam rəqabəti bu arada biraz qriplənmişəm. Səsim qalın gəlirsə üzr hesab eləyim. Nasıl olan bir şey deyil. Nəysə, rəqabət, yəni rəqabətdən özü də deyirlər ki, sağlam rəqabət yaxşıdır, düzdür. Amma sağlam rəqabəti sizcə qoruyub saxlamaq o qədər asan bir şeydir. Mütləq şəkildə rəqabət gedir, axırda pis nəyəsə gedib çıxır. Məsələn, bizim sinifdə deyirsiniz ki, bunların sinifdə lap drama klub olub, amma həqiqətən yəni American School Life bizim yanımızda heç nə idi. Dramanın draması idi. Sağlam rəqabət yaxşı şey deyirlər ki, inkişaf gətirir. Amma niyə məhz o rəqabətdən olmalı? Niyə hər kəs özü-özünə fokuslanıb, özü-özünü inkişaf eləməyə düşünə bilmir ki? Sonradan da gələcək travmaları gətirib çıxarır. İndiki zamanda məsələn çox deyirlər ki, insanlar özlərini digər insanlarla müqayisə edir. İstər sosial mediada, istər həyatda. Həmişə deyirlər ki, özünüzü digərlərlə müqayisə eləməyin. Digərinin uğurları ilə öz dəyərinizi ölçməyin. Çünki hər kəsin həyatı fərqlidir, doğrudur. Amma siz bizə bunu başdan öyrətməmisiniz. Sağlam müəllimlərimiz özləri belə sağlam rəqabət yəni yaxşı bir şeydir. Uşaqlar qoy rəqabətdə olsunlar, çəkişsinlər ki, yaxşı oxusunlar falan. Amma yenə də deyirəm, bunu sağlam şəkildə çalışıb saxlaya bilirsinizsə, çox gözəl. Sağlamla davam edin, inkişaf edin hamınız. Amma gəlin realistik olaq, sağlam rəqabəti saxlamaq heç də, yəni qoruyub saxlamaq heç də asan bir şey deyil. Mütləq şəkildə o gətirib nəsə bir münaqişələrə səbəb olur, sonra da sizin əsəb sisteminizin pozulmasına. Məncə ümumiyyətlə rəqabət eləməyin. Hər kəs özünə fokuslansın. Nəyə görə mən bunu düşünməliyəm ki, məsəl üçün falan kəs birdən 5 alar, qoy mən də bunu yaxşı oxuyum ki, qoy mən də 5 ala bilim. Niyə belə hazırlaşım? Ondansa bu imtahana hazırlaşanda mən belə hazırlaşım ki, qoy mən gələcəyimi inkişaf etdirmək üçün, özümü inkişaf etdirmək üçün, 5 almağım üçün, gələcəkdəki uğurlarıma, fikirlərimə, arzularıma çatmağım üçün bu 5 alım. Nəyə görə müqayisə edim ki, yəni falan kəs 5 alırlar birdən mən almaram deyə 5 alım. Mən sağlam rəqabətə belə düzgün baxmıram, nə yalan deyim. Çünki bizim sinifdə bilmirəm, bundan əvvəlki videomda danışmışam. Mənim təhsil söhbətlər playlistimə daxil olub bu haqqda çox videolar görə bilərsiniz. Çünki orada da başıma gələnləri danışmışam. Bizim məktəbdə hətta ibtidai sinifdə daha çox idi ki, biz sabahki dərsə belə baxırdıq. Yəni uşaqlar arasında böyük rəqabət var idi. Bir
Ümumi 8-9 uşaq arasında böyük rəqabət var idi. Hə, böyüdükcə artıq 8-ci, 9-cu siniflərdə cəmi 1-2 nəfər qalmışdı. Belə əsas oxuyanlardan, aktivlərdən. Amma balaca olanda yəni çox adam idi və bu uşaqlar hamısı birbirine rəqabət içində idi. Yəni heç axırda yaxşı şeylər olmadı. Hamı belə yıpranmış bir vəziyyətdə idi. Sonradan artıq yuxarı sinifə daxil olanda hamı bu yəni o şeyləri buraxdı, əl çəkdi onlardan eləməyə başladı. Sinifkom olmağın özü belə mən heç bir müsbət cəhətini görməmişəm. Bilmirəm, əgər sinifkom olaraq sinif nümayəndəsi daha doğrusu, sinif nümayəndəsi sizdə sinifdə və yaxud da bunun hansı bir üstünlüklərini görürsünüzsə, şərhlərdə zəhmət olmasa yazın. Çox mənə maraqlı gəlir. Çünki məsələn mənim maraqlıdır. Nə olsun ki, qurtarmışam, məktəbi bitirmişəm, amma yenə mənim özümə maraqlı ki, sinif nümayəndəsi olub nə üstünlüklər məsələn görmüsünüz, zəhmət olmasa yazın. Çünki sözün açığı mən əlavə qayğıdan başqa bir şey görməmişəm. Deyə bilərsiniz. Ona sinif nümayəndəsi olmazdın. Dediyim kimi, onlar düşünürdülər ki, artıq mənim borcumdur, mən olmalıyam. Çünki çox nümunəvi şagirddir. Yaxşı bir şey kimi baxmıram da mən. Yəni nümunəvi şagirdə baxırlar ki, eləməlidir bunu. Bunda bir səhv ola bilməz. Hər şeyi o eləməlidir. Siz bu həyatda, yəni məktəblərində danışan özünüz işləyin, özünüzü düşünün ki, əsəblərin pozulmasın, uğurlu olum, gələcəyə uğurum olsun, bir hədəfim olsun. Yoxsa ki, o girim qarma-qarşılığa, bu bundan çəkişir, bu belə. Yəni belə şeylər eləməyə çalışmayın. Hava artıq qaranmağa başlayır və mən kompüterdən çəkdiyim üçün nəysə, tez yekunlaşdırmaq istəyirəm. Çox danışdım elə bir. Sizin vaxtınızı almaq istəmirəm. Həmişə öz dəyərinizi bilin. Yəni yox deməyi bacarın. İstər müəyyən tədbirlərdə, istər müəyyən yarışlarda nəyisə qatılmaq istəmirsə, yox, nəyisə eləmək istəmirsə, yox deməyi bacarın. Mən bunu elədim, yəni bacardım. Dediyim kimi yuxarı siniflərdə artıq mən çatdırmayandan sonra demək olar ki, heç bir tədbir iştirak eləmədim. Çox çətinliklə də olsa, çox mənə sifətlər də edilsə belə borcum varmış kimi şeylər deyilsə, amma bunu bacardım. Çünki hər bir insan öz dəyərini bilməlidir və yox deməyi bacarmalıdır. Yəni bu mənə gəlir ki, böyük problemlərdən biridir. Mən indinin özündə belə tam olaraq yəni bunun üstündə işləyib bacarmışam, yox deyə bilmərəm. Yəni indinin özündə belə yox deyə bilmədiyim məqamlar var ki, içimdə deyirəm ki, bilirəm ki, buna yox deməliyəm, amma o dərəcə, o səviyyəyə tam gəlib çatmamışam, amma xeyli irəliləmişəm. Ona görə indinin özündə belə üzərində çalışıram, işləyirəm, yox deməyi bacarıram. Yox deməyi bacarmaq bilavasitə sizin özünüzün dəyərini bilməyiniz deməkdir. Yəni hər zaman öz dəyərinizi bilin. Heç vaxt haqqınızın tapdalanmağına icazə verməyin. Bu da mənim sonuncu sizə məsləhətim. Yeni il gəlir. Yəni bu ilin içərisində 18-ci mən çox belə tezdim. Mən biraz Christmas havasında dedim elə bir ki, nəsə, hər nəsə, yox da yəni yeni ilə qədər onsuz da xeyli videomuz yenə də olacaq. Gözəl bir il arzulayıram sizə. İnşallah bütün arzularınızı çatarsınız bu ildə. Nə arzularınız varsa, yenə deyirəm, yeni ilə qədər xeyli video çəkəcəm. Prosta indi belə yeni il havasındaydıq. Gözəl arzularımı sizə demək istədim. Yenə də bu videonun şərh bölməsində nə yazırsınız? Gələn dəfəki videonun mövzusunu yazırsınız ki, nə tipdə video çəkməmi istəyirsiniz? Təhsil sahəsində olsun, məsləhətlər sahəsində olsun, probleminiz varsa onu yaza bilərsiniz, onu çəkə bilərik. Nə istəyirsiniz? Şərhlərdə yazın. Mən baxacağam, bir yerdə müzakirələr də aparaq. Mən dediklərimdən razılaşmaya bilərsiniz. Deyə bilərsiniz ki, sən nə danışdın falan şeydə mən razı deyiləm. Yaz, onu da oxuyacağam çox sevə-sevə. Çünki diskussiyada aparırıq. Bax görək hara gəlib çıxırıq. Abunə olmağı unutmayın. Gələn həftə daha maraqlı bir videoda görüşmək ümidi ilə hələlik.